Bir daha salam. Bugün sizə Complex Object, mürəkkəb tamamlıq qaydasını Aynura Həmidovanın mövzu sınaqları 2025 testindən mürəkkəb tamamlığı izah eləyəcəm. Başladıq. Deməli, birinci Complex Object nə etməliyik, necə yazmalıyıq? Bunu bilək. Nədir bu? Mürəkkəb tamamlıq öyrənmişdik ki, 3 qrup feil olur. Birinci qrupa aiddir let. Əslində let make standartla aid idi və 8-ci sinifdə artıq biz help-ı da gördük ki, help da to-suz işlənən feildir. Yəni bu feillərdən sonra gələn birinci burada canlı obyekt gəlir, yəni tamamlıq. Ondan da sonra gəlir bu feillərdən sonra sadə go, sadə play, yəni feilə heç nə artırmırıq. Let make özündən sonra tamamlıq görsə, ondan sonra üzr istəyirəm, gələn feillər sadə yazılmalıdır. Bu birinci qrupa aiddir. Görək ikinci qrupa nələr aiddir? İkinci qrupa belə yadda saxlayaq. Duyğu bildirən feillər aiddir. Bax, yazaq ki, ikinci qrup feillər yadımızda saxlayaq. 4 dənə göz yadımızda saxlayaq. Gözə aid olan see, görmək, watch, izləmək, observe, müşahidə etmək və nəyimiz vardı? Notice, nəzər yetirmək. Bu 4 dənəsi gözümüzə aiddir. Bir dənəsi qulağımıza aiddir. Qulaq. Buna da deyirik hear. Bu da duyğudur, düzdürmü? Bir dənəsi də bütöv bədənə aiddir. Buna da deyirik feel. Bütün bu neçə dənə feil oldu? 6, burada yuxarıda da 3. Bütün bu 9 dənə feili əzbərləsəniz, bu deməkdir ki, siz kompleks obyekti artıq bildiniz. Demək, bu duyğu bildirən ikinci qrup feillər ya, belə yazaq ki, tam olsun sizə, yəni burada canlı obyekt yazım, obyekt və cansız da ola bilər burada. Gəldik, canlı cansızı silim, rahat olsun, obyekt al. Him, her, anar, nə bilim, movie, fərq etməz. Və burada feilimizə baxaq, bu feillər bu hissədə ya go olar, ya go in olar. Yəni, ya birinci qrup kimi gələr, ya da ayıncalar. Do, doing. Başqa nə almaz müəllimə? S almaz feil kimi, es almaz, id almaz, keçmiş zaman forması almaz. Heç bir, birinci və ikinci qruplar. Heç biri s, es, id, ing, nə bilim, keçmiş zaman heç bir forma almır. Ya birinci formada olur, ya da ing ilə. Bu ikinci qrupa aiddir. Yuxarıdakı birinci qrup isə sadəcə birinci formanı ala bilər. O uşaqlar çalışmasın, birinci forma deyəndə nəyi deyirəm? Qoy, onu da yazın. Birdən deyirsiniz ki, bu birinci forma nədir? Müəllim tez-tez deyir. Bu 9 feili dəftərinizə yazarsınız, videonu çevirib dönə-dönə. Təkrar-təkrar. Dəftərinizə yazın ki, yadınızdan çıxmasın bu 9 feil. Birinci qrup feil, birinci forma nə deməkdir? Biz qaydasız feillər əzbərləyəndə belə bir şey öyrənmişdik də. Verb 1, verb 2, verb 3, verb 4 forması. Belə əzbərləmişdik. Bu olurdu nə? Go, birinci forma. Sadə keçmişdə olurdu went, ikinci forma. Bitmişdə olurdu, past participle olurdu gone. Və dördüncüdə də go in əzbərləmişdik. Deyildi birinci forma, ikinci, üçüncü, dördüncü. Əsas rahat olsun deyə belə yadınızda saxlayın. Vəssalam. Deyəsəm ki, birinci qrup, birinci formada olur. Baxın, feil birinci formada olur. Bu cürə yadında saxla. Do, did, done və doing. Vəssalam. Bütün dördlər ing olur. Bütün üçlər keçmiş, bitmiş, past participle olur. Qaydasız formanın üçüncüsü. Sadə keçmişdir. Bu, baxın, bu qayda, bura keçdiyimiz past simple'dır. Bu isə perfectlərdə işlənir, bitmişlərdə. Yadınızda saxlayın. Bunu da öyrəndiniz. Bəs müəllimə, bayaq birinci qrup yazdınız, ikinci qrup yazdınız. 3 nədir? Yerdə qalanları, yəni o 9 dənədən başqası, hamısı to ilə işlənəcək feillər. Gəldik indi izaha. 9 feilin içində want yox idi. To seçəcəm və salam. To stay. Gəlirəm bura. 9 feilin içində expect yox idi. Nə seçəcəm? To deliver. Gəldim bura.
9 feilin içinde ikinci grupta notice var idi. Demiştim duygu bildiren ve gözümüze aitti. 4 tane göz demişti ya. See, watch, notice, observe. Gözümüze aitti. Ne alırdı? Ya sade alırdı ya da ing alırdı. Axtarıram. Sade var, var. Bu ing uşaqlar to be ilə işlənməli deyil. Bu zaman, davam edici zaman olur bu. To işlənməz, qaldı open. Gəldik bura. I heard var burada. O ikinci grup feilin içinde duygu bildirir. Kulağımıza aidiydi. Yadınızdadsa belə yadımızda kalmıştı. Ya sade ya ing'li. Bu ise zamandı. Bunu seçməlik. Gəldik bura. Ask your roommate. Ask var burada. 9 feilin içinde değil. Ona göre to come diyeceğim. Notice həmin ikinci grup feilin içinde var idi. Gözümüzle nəzər yetirmək. Ona göre baxmıram bu təkdir, baxmıram bu cəmdir, baxmıram burada nə bilim keçmiş var, baxmıram burada keçmiş, bu keçmiş zaman var. Heç bir şey. Feilim sade olmalıdır ya da ing ilə. Çünkü bu ikinci grup feildir. Gəlirəm bura. Told var. Told o 9 feilin içinde yoxdur. Ona göre to read. Ayməmə zamana aidiyyəti var, xeyr. Təkəcəmə aidiyyəti var, xeyr. Heç nə. Sadəcə əzbərləyin ki, bu 9 feil özünə sonra nə alır? Zamana, təkə, cəmə baxmayın. Gəldik bura. So, bayaq dediyim kimi ikinci grupun içində var. Gözümüzə aid olan duyğudur. Ona görə burada ya sade ya da ing verərəm. Yuxarı variantları sildim. Round the corner. And, uşaqlar. And olan yerdə birinci boşluq nədirsə, ikinci boşluqda odur. Yəni, burada ing qoymusansa, demək burada da qoymalısan. Ona göre bunu silerim. Qalar D variantı. Bir and qaydasını başa saldım sizə. Baxın. Burada go deyirəmsə, burada da ing deyəcəm. Məsələn, go and play. Məsələn deyirəm. Qoy, belə yazın. Yadınızda qalsın. Go, go. Goingdirsə, burada da going yazaq. Amma burada to go'dursa, and'in bu yanına sadəcə go keçər. To qalar yalnız and'in önündə. O yana keçməz. Gəldik bura. His parents him to study. Aha. İndi tərsinə sual verilib. Qabaq isə boş qoyulub. Bu biri sən yazıb. Burada to görür. To bizim nə birinci qrupumuzda, nə də ikinci qrupumuzda yox idi. Ona görə demək bizə bu 9'un içində olmayanı istəyir. Bu da expecteddir. Mən niyə test tapıram uşaqlar? Çünki əzbərləmişəm 9'unu. Sən də 9 dənə siz uşaqlar bu 9 feili əzbərləsəniz yuxarıda yazdığım. Demək ki, yerdə qalanların hamısını əzbər kimi biləcəksiniz. 9'u burada yoxdur. Demək, baxın 9'un içində var, var. Bir de onu deyim ki, bayaq make yazmışdım, burada made'dir. Bayaq see yazmışdım, burada so'dur. Həmin bu 9 feil zamana, şəxsə, kəmiyyətə görə dəyişə bilir. Amma özündən sonrakılar dəyişmir. Yəni bu isə, bax bunlar zamana görə dəyişir. Bu hissə isə donub qalır, dəyişmir. Yadınızda saxlayın. Gəldik bura. ing var. ing birinci qrupda yox idi. İkinci qrupda var idi. Yəni duyğu bildirənlər. Duyğu bildirənlərin əzbərləmişdim ki, qulağa aid olanı buradadır. Demək bunu seçəcəm. Gəldik bura. My parents me yenə to verib. To veribsə 9 feilin içində olmayanı, yəni D-ni seçərəm. Bunlar 9 feilin içində var. The parents in the park. Burada 2 dənəsini birdən bizdə soruşur. Bax bu birinci hissə. Bu da ikinci hissə. Görürsünüz? 2 dənə feili birdən bura yazıb. Gəlirəm bura. Wanted 9'un içində yoxdur. Burada to olmalıydı. Make, made olub. 9'un içində var. To'suz işlənməliydi. See, so olub. 9'un içində var. Yəni o ikinci qrupdadır. To almaz. Ya inci ya sade alar. Watch yine 9'un içində yox. Var idi ikinci qrupda. Ya sade ya inci alardı. Let birinci qrupdadır. Heç nə almaz. Ona görə D variantı doğrudur. Gəldik. Bura. Some people don't illegal immigrants their country. Gəldik. Make özünə yine 2 feili aşağıda yazıb biz də axtaraq. Make özündən sonra birinci qrupda to almaz. Want heç bir qrupda yoxdur. To alar. Let birinci qrupda da to almaz. Expect heç birində yoxdur. To alar. Allow heç birində yoxdur. To alar. Qaldı B variantı. The doctor ordered. Sifariş etdi, əmr etdi. Feildən sonra obyekt hal gəlməlidir uşaqlar. Him.
Sonra order həmin 9 feilin içində yoxdur. Ona görə to remain olmalıdır. Baxaq bura. Ola bilər sürətli izah edim, siz geri dönüb yavaş-yavaş baxarsınız. Let birinci qrup feildir. Heç bir şey almaz. Sadəcə ne olar? Niye olar? Feil keçmişdə olmaz, almaz, to almaz, ing almaz. Gəldi bura. I don't. İndi yenə iki feil aşağıda verib, biz baxaq. Want 9 dənəsinin içində yox idi. To alır. Ayda heç bir şey bilirsiniz ki, do, does, do, did, does olan yerlərdə feilə heç bir şey artıra bilmərəm. Bayaq o feil qaydasında da demişdik ki, do, did, does olan yerdə feilə heç nə artıra bilmirik. Feil ola bilər izah etməmişəm YouTube-a. Onu da çəkib atacağım. Yenə do, did, does olan yerdə feilə heç nə yazmarıq. Harda do, did, does, will, shall, have, will, shall, do, did, does, bir də modal varsa biz feili sadə yazmalıyıq. Qaldı bir dənə variant bu. Çünki want 9 feilin içində yoxdur. Özündən sonra to alar. C ikinci qrup feilin içərisindədir. Ya sadə ya ing alacaq. Burada ing var. Düzgün variant budur. Observe yenə ikinci qrup feildə duyğu bildirir. Ya ing ya da sadə alacaq. Müəllimə bu sadədir. İndiki sadə zamandır, amma feil sadə deyil. Feil üçüncü şəxsin şəkilçisini alıb. Olmaz. The woodman heard. Heard demişdik ki, qulaqdır, duyğu bildirir. Nədir? İkinci qrupun içərisindədir. The baby. Her the baby. Doğrudur. Amma ikinci qrup olduğu üçün to almayacaq. Ya ing alar, ya da sadə alar. Gəldik bura. We wish all teachers. Wish 9 feilin içində heç biri yoxdur. Ona görə wish orada yoxdur deyə to see götürəcək. Order 9 feilin içində yoxdur. To speak. Wish 9 feilin içində yoxdur. To die. Görürsünüz, asan gəlir. Forbid 9 feilin içində yoxdur. To behave. Allow 9 feilin içində yoxdur. To feel. 9'da olarsa ya sadə ya ing axtararam. İndi iki feili burada yazıb. Gəlin axtaraq. Həm də and var. Diqqətli olaq. Anddə nə demişdik ki? Bura nədir? Burada odur. Feel 9 feilin içindədir. Forget olmalıydı. Sadə feil almalıydı. Bu keçmiş al. Felt, made burada var. Uşaqlar. Made varsa bir feil var. Düzdür? Bu 9 feilin içindədir. O to almaz. Feel alar. Sadə. Aldı mı? Bu yanda forget düzdür. Çünki and hər iki tərəfə eyni almalıdır. Make birinci qrup feildir. Sadə, sadə. İkisi də nə to yoxdur, nə də ing yoxdur, nə zamanlar yoxdur, heç bir şey yox. Heard yenə ikinci qrup feildir. Ya sadə alar, ya ing alar. To almaz. Üçüncü şəxsin təki almaz, keçmiş zaman almaz. Gəldik bura. Let me watch. Niyə? Let birinci qrupun içindədir. Özündən sonra sadə feil alar. Müəllimə, üçüncü şəxsin təkini alar? Yox. Want var. Want var. Want bu 9'un içində yoxdur. Kənardadır. Demək to alacaq. To. Silərəm, silərəm, silərəm. İndi törəmədir. Törəmə xəbəri həmişə tək olur. C variantı. Gəldi. Jack made. Aha, bu qaydanı izah edirəm. Make. Özündən sonra cansız isim alarsa bu zaman to'lu feil alacaq. Bunu da yazdıq dəftərimizə. Bu zaman make sözü məcbur etmək yox, düzəltmək, hazırlamaq mənasındadır. F-aya cansız isimdir. Jack make. Olmaz makes olmalıydı. Makes olar. Made olar. Made olar. Makes olmalıdır. Niyə? Çünki axı bu he-dir. He-də feilin iki zamanısı s qoymalıyıq. Gəldik bura. Cansız feil olduğu üçün to alar. Made fire, tonqal qaladı, ocaq qaladı ki, to heat his hands, əllərini isitsin. Buradakı uşaqlar mag üçün, məg üçün kimi gedir ha, burada isitmək. Bilirik o to burada nədir? Məstərdir. The customer didn't me to wrap. Görürsünüz, to var burada. To varsa 9 feildən qırağa çıxmalıyam. Want. 9 feilin içində var bunlar. Baxaq bura. Expect 9 feilin içində yoxdur. To ilə verəcəm. İndi 2 dənədir burada. Axtarıram. Let var. Invite. Didn't let me invite
Let'ten sonra heç nə yoxdur. Expected, didn't var burada. Do, did, does olan yerdə, will, shall olan yerdə, modal fiil olan yerdə fiili heç nə artıra bilmirəm. Hello, didn't, hello. Hello həmin 9 fiilin içində yoxdur ki. O zaman to. Didn't see, amma see 9 fiilin içində var. To olmaz. Didn't know, no 9 fiilin içində yoxdur. To almalıydı. Ona görə let olacaq. 9 fiilin birinci qrupunda da heç nə almayıb. Hello 9 fiilin içində yoxdur. To almalıdır. Və salam. I saw, feil var. Them olmalıdır. Him olmalıdır. Her doğrudur. Them doğrudur. Him doğrudur. Çünki feildən sonra obyekt al yazmalıyam. İndi baxaq. So ikinci qrupun içindədir. Gözümüzə bağlı duyğuydu. Ona görə to vermərəm, to vermərəm. Ya ing verərdim. Amma burada obyekt al olmalıydı. Ona görə ya sadə olmalıdır. Baxın. 9 feilin ikinci qrupunda ya ing verirəm ya da sadə verirəm. ing verib sadəcə bura obyekt al deyil. Feildən sonra obyekt verməliyəm axı. Ona görə sadə verib doğrudur. Him də doğrudur. The teacher made. Make birinci qrupun içindədir. Heç nə almaz. Heç nə almaz. Birbaşa cavabım çıxdı. Asked heç birində yoxdur. To design. To design. Qıraq variantları sildim. Amma andli-də demişdik ki, nədir? 2 dənə to olmur. To birinci hissədə qalır. To design and decorate. Heard var. Him. Heard hansı qrupdadır? İkincidədir. Ya ing verirəm, ya da sadə verirəm. Tell olar. Sadə deyil, keçmiş zamandadır. Sadə deyil, şəkil çalıb. To almaz. ing alıb doğrudur. Gəldik. Hara? Bitdi.